Niyə dəyərsizliklə üzləşmək rahat gəlir, nəinki sevgi, istilik? Bilirsiniz, biz çoxumuz elə bir mühitdə böyümüşük ki, orada dəyərsizləşdirmə çox normal idi. Hisslərimizin dəyərsizləşdirilməsi, nəsə səhv edəndə tonla məsləhət görmək və yaxud da göz süzdürmək və yaxud da dodaq dişləmək və yaxud da nəsə xoşuna gəlməyəndə gözünü bərəltmək. Biz bunu verbal və qeyri-verbal görməyə öyrəşmişik. Ona görə də bu bizi incitsə də, bu bizi pis hiss elətdirsə də, bu bizə doğmadır. Biz onunla necə başa çıxmağı bilirik, necə onunla davranmağı bilirik. Ancaq sevgi, mərhəmət, istilik, həqiqətən də kimisə bizlə maraqlanmasını görmək bu bizim üçün yeni bir təcrübədir. Biz onunla nə edəcəyimizi bilmirik. Əksinə biz çox vaxt onun altında nəsə niyyət axtarmağa çalışırıq ki, yox, bu niyə görə məndən görəsən belə davranır? Yəqin məndən nəsə gözləntisi var. Ona görə də çox təəssüf ki, yeni təcrübə bizə belə qəribə gələ bilər və hətta biz ondan qaça bilərik. Psixoterapiyanın özündə bunun sadəcə normal olduğunu anlamaq üçün psixika uzun yol qət edir. Ona görə də insan çox təəssüf ki, ağrılı da olsa doğma olan hisslərə daha çox qaçır, nəinki tanımadığı hisslərə.